əzizlərim, videoma xoş gəldiniz. Əvvəla 15.000 abunə üçün hamınıza təşəkkürlərimi bildirirəm. İnşallah daha da böyük bir ailə olarıq. Sizi çox sevirəm və gəlin artıq videomuza keçək. Videonun başlığından gördüyünüz kimi bugün birinci kurslar barədə danışacağıq. Çünki həm Instagramda, həm TikTokda, həm YouTube yorumlarında mənə yazanlar var ki, mən alışa bilmirəm, çox çətindir, oxuya bilmirəm, qrupumuzdakı uşaqları sevmirəm, müəllimlər pisdir və s. Və təbii ki, məktəbdən universitet arasında dağlar qədər fərq olduğuna görə sizin ora bir ayda alışmağınız mümkün deyil. Bu arada yeni gələn abunələrim üçün mən 4-cü kurs hüquq tələbəsiyəm. Bakı Dövlət Universitetində oxuyuram. Gələn il inşallah bitirirəm. Harda qalmışdıq? Birinci kurs niyə çətindir? Çünki müəllimləri tanımırsan, çünki dostlarını tanımırsan, patog qrup heç kəsi tanımırsan, sən orada dərslər çox uzundur, sən məktəbdə bu qədər uzun dərslər öyrənmirdin, mühitə alışa bilmirsən. Çünki orada o qədər fərqli insanlar var ki, hər cür insan var da, yəni məktəbdə o qədər tiplər görə bilməzsiniz və təbii ki, insan belə qalır ki, mən bura necə alışacağam? Hər şeydən əvvəl gəlin dərslərdən danışaq. Niyə dərslər çətindir? Nəticədə məktəbdəki təhsillə universitetdəki ali təhsil heç vaxt eyni ola bilməz. Ona görə məktəbdə 5 səhifə dərs oxuyurdunuzsa, universitetdə 50 səhifə dərs oxuyursunuz. Lakin narahat olmayın, yuxarı kursları keçdikcə siz artıq başa düşəcəksiniz ki, onları necə öyrənmək lazımdır. Çünki eyni şey elə olur, bir neçə səhifə uzadırlar, sən onu qısa öyrənib danışa biləcəksən, yaxud biraz öyrənib daha çox danışa biləcəksən, bu da artıq təcrübə tələb eləyir. Yəni, narahat olma, birinci kursda çətin ola bilər, sonradan artıq öyrəşirsən. Müəllimlərdən danışsaq, birinci kursda belə qala bilərsiniz ki, bəzi müəllimlər çox yaxşıdır, bəziləri çox pisdir. Həqiqətən, yəni, uşağı sıxışdırır, demir ki, bu birinci kursdur, bu nə bilir, universitet nədir, çox şey tələb eləyir və çətinlik çəkə bilərsən. Amma narahat olma, artıq buna da getdikcə alışırsan. Nəticədə yuxarı kurslarda da həmişə yaxşı müəllimlər düşmür. Və seçmə fənlər seçərkən xahiş edirəm, yuxarı kurslarda məsləhət alın ki, bu fən necədir, kafedra necə qiymət yazır, bu müəllim necə dərs keçir, yaxşıdırmı, ona əsasən seçmə fənlərinizi seç. Çünki ortalamanızı yüksək tutmaq istəyirsinizsə, yaxşı müəllimlər düşsə sizə daha yaxşı olar, daha rahat olar. Pis müəllim düşsə belə yaxşı qiymət ala bilirsiniz, gərək amma çox can yandırasınız. Yəni, dərs mövzusunda, müəllim mövzusunda narahat olmayın, ona artıq alışırsınız məcbur. Və yuxarı kurslara müraciət eləyərək, məsələn, istəsəz, əgər hüquqda oxuyursunuzsa, mənə yaza bilərsiniz Instagramdan ki, hansı müəllim necə dərs soruşur, nəyə əsasən qiymətləndirir. Elə müəllimlər var ki, məsələn, müəyyən şeylərə fikir verir ki, uşaq bunu dedisə, mən buna yüksək bal yazım. Onu da artıq siz hardan biləsiniz, o müəllimi təcrübə eləyən insanlardan soruşmalısınız. Sonra gələk qrup yoldaşlarınıza. Təsəvvür eləyin, mən birinci kursda bir çox dost kruqlarında olmuşam və elələri var ki, hal-hazırda heç salamlaşmırıq. Yəni, birinci kursda oturub durduğunuz insanlar böyük ehtimal sizin universitetdə ala biləcəyiniz dərslərdən biridir. Çünki onlarla bir də danışmayacaqsınız. Tamam, danışa bilərsiniz, bu hər kəsə aid deyil, amma çox vaxt birinci kursda məcbur qalıb hansısa ortama girirsiniz, çünki tək qalmaq istəmirsiniz və elə eləməyiniz daha yaxşıdır. Nəticədə biraz alışana qədər sizə tam uyğun olmasa da biraz uyğun olan insanlarla oturub dura bilərsiniz. Sonra zaten onlar öz kruquna, siz də öz kruqunuza gedib çatacaqsınız. Məsələn, mən ikinci kursda əsl dost kruqumu tapdım. Məsələn, mən birinci kursda öz qrupumdan heç yaxın deyildim. Düşünürdüm ki, mən necə anlaşacağım falan, anlaşa bilmirdik. Daha doğrusu belə uyğun gəldiyimizi düşünmürdüm. İkinci kursda gördüm ki, heç də elə deyilmiş. Zaten yəni, mənə uyğun insanlar öz qrupumuzda var imiş. Sadəcə denk gəlməmişik deyək. Və yuxarı kursda istəsəz başqa patoklardan da dost tapa bilərsiniz. Mütləq qrupunuzdan olmalı deyil. Amma birinci kursda tək qalmamaq üçün sizə biraz uyğun olan, amma tam da uyğun olmayan insanlarla münasibətiniz olacaq. Sonra hərə öz yoluna gedəcək. Buna görə də narahat olmayın. Yəni, indi hər kəs sizə qıcıq gələ bilər, hər kəs belə cringe gələ bilər ki, mən bu insanlarla neyniyəcəm, nə bilim, patokdan ya o biri qruplardan. Çünki hər cür insan var universitetdə. Yəni, bu tip insanları məktəbdə siz tapa bilməzsiniz. Daha önəmlisi, xahiş edirəm, birinci kursa gedib heç kəslə, xüsusilə də qrup yoldaşlarınızdan sevgili olmayın. Təbii ki, universitetdə kimdənsə xoşunuz gələ bilər, bu normal bir şeydir, yəni niyə də olmasın. Çünki çox insan var, dediyim kimi seçim çoxdur. Hər cür insan var, hər cür oğlan var, qız var və siz deyə bilərsiniz ki, necə də mənə uyğun bir oğlandır. Amma qətiyyən gedib qrup yoldaşınızdan sevgili olmayın. Mən belə bir şey eləməmişəm, çox şükür Allahım.
Allah qoruyub məni. Amma dostlarım və tanışlarımdan gördüyüm qədərilə çox saçma sapan bir şeydir. Qətiyyən bunu eləməyin. Çünki bir də gördünüz, nə bilim, bir ay ayrıldınız. Sən 4 ilində hər gün o insanı görmək məcburiyyətindəsən. Niyə? Nəyə lazımdır? Ya da birinci kurssuzsa 2, 3, 4 bunlardan uzaq durun. Çünki birinci kursla ikinci kurs arasında 1 il fərq olmağına baxmayaraq dağlar qədər fərqlər mövcuddur. İkinci, üçüncü kurslar artıq universitetə alışıblar. Nəyi necə eləyəcəklərini bilirlər. Sizdən daha müdrikdirlər. Lazım deyil. Onlardan uzaq durun. Bu arada sizə bir şey deyim. Mən birinci kurs olanda universitetin ilk günü çıxıb həyətdə gəzirdim. Çünki dərs yox idi. Mən də səhvən gəlmişdim də. Elə bilmişdim ki, dərs var, amma adamlar var idi. Özüm üçün gəzirəm universitetin həyətində. Bakı Dövlət də bilirsiniz də, nə boyda oranın kampüsü. Bütün korpuslar eyni yerdə olduğu üçün Qazax filialı xaricində. Çox böyükdür bu universitet. Mən də elə özüm üçün gəzirəm, baxım ki, hə, universitet, həyət, park necə görəsən. Bir də gördüm, böyük bir oğlan yaxınlaşdı mənə. Baxanda bilinir ki, məndən yaşca da böyükdü, həm belə hündürdü. Böyük bir oğlan idi. Daxil elə yadımda qalıb. Universitetin ikinci günü olub bu. Və yaxınlaşdı mənə ki, bəs xanım, tanış olmaq olar. Mən də belə baxdım, dedim ki, 4-cü kurssuz. Dedi, hə. Dedim, hə, sağ olun. Yaxşı ki, ona həmin vaxt yox demişəm. Yəni, heç yaxınlaşmamışam ki, hə, tanış olaq, sən mənə universitet necə bir yerdir, onu öyrət. Yox. Sən 4-cü kursdan get magistrova hazırlaş, get işinlə məşğul ol. Nə istəyirsən birinci kurslardan? Bax, nə var? Birinci kurs elə bil ki, 1 yaşında tələbədir. Sən artıq böyük bir insansan, get də, yəni, səni çağıran mı oldu? Yaxşı ki, o vaxt belə insanlardan uzaq durmuşam, siz də uzaq durun. Nə sualınız varsa mənə verə bilərsiniz. Zaten mənə yazan aşağı kurslar var və mən də bacardığım qədər kömək olmağa çalışıram. Amma xahiş edirəm, yazanda sadəcə, səsim baxdı bu arada, mənə yazanda sadəcə salam necəsən yazmayın. Yazın salam necəsən, sualım budur, mən cavab verim. Çünki salam necəsən yazan çox insan var və ona cavab ver, onun yazmağını gözlə, onlara mən cavab vermirəm. Sualınızı tam yazın, bir də YouTube videolarına dediyim şeyləri təkrar yazmayın, xahiş edirəm. Mən zaten burada sizə məlumat verirəm. Eyni şey gəlib soruşanda artıq deyirəm ki, sən mənə niyə qulaq asmırsan, gəlib özümdən bir də soruşursan. Yuxarı kursda nə edirsiniz, eləyin. Zaten yuxarı kurslarda uyğun sevgili tapa bilərsiniz, amma birinci kursda qrup yoldaşınızla sevgili olmursunuz. Patok yoldaşınızla da sevgili olmursunuz. Ümumiyyətlə sevgili olmursunuz. Mühitdən danışaq. Niyə universitet mühiti çətindir? Çünki bayaq dediyim kimi, sən məsələn dərs oxuya bilmirsən. Deyirsən ki, mən bu qədər yüksək bal yığıb gəlib bu fakültəyə girmişəm. Yaxud müəyyən bal yığıb bu fakültədə oxuyuram. Tutaq ki, pulsuz da oxuyuram. Amma bir də görürəm ki, məndən daha aşağı bal yığan, yaxud pullu da oxuyan biri dərsə cavab verir, yüksək qiymət alır. Belə qalıram ki, mənə nə oldu? Axı mən yaxşı oxuyurdum, axı mən çox rahatlıqla yüksək qiymət alırdım. Müəllimlərin gözdəsi mən idim. Mən necə olur burada oxuya bilmirəm? Sən onların necə oxuduğunu görərək özünü onlarla müqayisə eləyirsən və daha da dala düşürsən. Həqiqətən bu insanı depressiyaya soxan birinci növ xüsusiyyətlərdən biridir ki, özünü digərləri ilə müqayisə eləyirsən. Görürsən ki, onlar tez alışıblar, dost tapıblar, çox rahatdılar. Amma sən onlar kimi deyilsən bəlkə də. Sən məsələn alışa bilmirsən. Sən hələ məktəb ağlında qalmısan ki, necə də yaxşı sinif yoldaşlarım var idi. Qrup yoldaşlarımla alınlaşa bilmirəm, dərs oxuya bilmirəm, amma o niyə eləyir, mən yox. Sən o deyilsən. Onun da başqa problemlər var. Sən nə bilirsən ki, o başqa mövzularda çətinlik çəkmir. Bəlkə o da öz görünüşünü kimlərlənsə müqayisə eləyir. Və bunu da eləməməlisiniz. Qətiyyən özünüzü heç kəslə müqayisə eləmirsiniz. Çünki sizin həyatınız sizin həyatınızdır. Onların çəkdiyi çətinlikləri siz görə bilməzsiniz. Adicə, yəni bir insan görürsünüz ki, o da necə də möhtəşəmdir, hər şeyi bacarır, hər şey mükəmməldir, amma o nələrdən keçib, o nə çətinliklər çəkir, hardan bilə bilərsiniz? Siz elə bilirsiniz ki, insanlar hər şeyi yansıdırlar, əlbəttə ki, yox. Ya da sosial media ilə özünüzü qətiyyən müqayisə eləməyin. Hər birimiz, məsələn, 50 dənə şəkil çəkdiririk. Ən gözəl ikisini orada paylaşırıq, o 48 dənəni silirik. Və hər kəs özünün ən yaxşı variantını paylaşdığı üçün, ətrafa yansıtdığı üçün siz özünüzün pis halı ilə onun sizə göstərməyə çalışdığı halını müqayisə eləyə bilməzsiniz. Bu zaten ağıllı bir hərəkət də deyil. Ona görə də narahat olmayın. Birinci kurs boyunca aşağı qiymətlər ala bilərsiniz. Ürəyiniz sına bilər, özünüzü müqayisə eləyə bilərsiniz. Deyə bilərsiniz ki, niyə belə oldu, niyə mən onun kimi deyiləm və s. Amma narahat olmayın. İkinci kursda siz özünüzün ən yaxşı universitet həyatını yaşayacaqsınız. Çünki birinci kursda saçma sapan seçmə fənlər keçilir, sizə lazım olmayan qeyri-ixtisas fənləri keçilir. İkinci kursda amma belə deyil. İkinci kursda siz artıq
tələbəsiz. Siz artıq getdikcə alışmısınız ki, imtahanı necə verməliyəm, imtahana necə hazırlaşmalıyam. Təcrübə eləyə-eləyə artıq siz bunu öyrənmisiniz. İkinci kursda ixtisas fənlərinizi keçirsiniz və artıq universitet daha çəkilə bilər bir yerə dönüşür. İkinci kurs möhtəşəm bir ildir. Sizə deyirəm, nə 1, nə 3, nə 4 heç bir şey ikinci kursun yerini vermir. Çünki ikinci kursda elə bir sən neymiş? Sən özünü tələbə kimi hiss edirsən. Birinci kursda sən tələbə deyilsən. Sən birinci kursda sadəcə alışmağa çalışan bir şagirdsən. Amma yuxarı kurslar maraqlı keçəcək. Mən sizə bunun qarantiyasını verirəm. Sadəcə məsləhətlərimə qulaq asın. Zaten çox bir şey də demirəm ki sizə. Ümid edirəm biraz da olsa sizi sakitləşdirə bildim. Çünki tək siz deyilsiniz birinci kursda çətinlik çəkən. Sizin kimi çox insanlar var. Bunu yansıtmaya bilərlər, amma hər kəs çətinlik çəkir. Birinci kurs çətindir. Amma siz özünüz üçün bunu asanlaşdıra bilərsiniz. Özünüzü heç kəslə müqayisə eləməyin. Nə dərslərinizi, nə görünüşünüzü, nə heç bir şeyin. Videonu sonlandırmaq istəyirəm, çünki məncə yetərincə danışdım. Uzun müddətdir də uzun video çəkmirdim, siz də məndən istəyirsiniz. Ümid edirəm video xoşunuza gəlmişdir. Ümid edirəm az da olsa siz məndən bir neçə məsləhət ala bilmisiniz. Nəysə o zaman əzizlərim, hamınızı çox sevirəm. Hamınızı öpürəm. Gələcək videolarda görüşmək üzərə. Sağ olun.